Salam əziz tamaşaçılar. Bugün Rafit Fitness'də fitnessçilərin və crossfitçilərin bir-birinə qarşı yarışına baxacağıq. Artıq komandalar tam yarışa hazırdır. Face to face. İlk hərəkətin nə olduğunu isə Rəvan müəllimdən soruşuruq. Birinci hərəkət ağırlıqdır. İkinci hərəkətləri sonra göstərəcəm. İlk hərəkəti göstərirəm. Ağırlıqla başlayacağıq. Siz də baxın. Rasmıca. Front squat şəklinə götürürük. Götürəndən sonra ilk squat edirəm. Qalxandan sonra crossfitdə kimi ağır hərəkət deyil. Yuxarı, yəni talçokla tullanmırıq. Bir də göstərirəm. Front squat edirəm və qalxandan sonra burada pauza edə bilərsiniz. Sadəcə güclə. Hərəkətsiz shoulders. Tam qalxıza bilərsiniz və salırsınız. İlk hərəkət haqqında komandaların fikirlərini öyrənirik. İlk olaraq crossfit komandası. Deməli, keçən dəfə fitnessçiləri utduq. İndi yeniləri gəlib. Biz amma yerimizdəyik. Biz yerimizdə olduğu kimi dayanırıq. Gözləyirik rəqiblər gəlsin. Hərəkət asan deyil, çətindir, amma biz bunu bacaracağıq. Onlar özlərinə güvənmirlər. Hal-hazırda fikirləşirlər. Bəli, crossfitçilər çox özgüvənli danışdılar. İndi keçirik fitness müəllimlərinə. Görək onlar nə düşünürlər bu hərəkət haqqında. Yaxşı olar inşallah. Elə bu. Biz keçən dəfədən sonra gördük də kimin nə olduğunu. Keçən dəfə fitness müəllimləri çox bunların üstünə düşmədi. Bu səfər biz onların həddini bildirdik. Bəli, iki komanda çox özgüvənli danışdı. Əsas qalibi meydanda görəcəyik. İlk hərəkətin ilk yanaşması CrossFit komandasından Orduxan müəllim 40 kiloqramla. Biz bunu 100 kiloya qədər eləyəcəyimizi düşünürəm. Davay Orduxan müəllim. Hal-hazırda Orduxan müəllim hərəkətə yanaşır. Əla, təmiz. Bu kilolar tərəzi idi. Orduxanı yatırmır, Orduxanı belə qaldırır. Bəli, Rasim Hoca uğurla tamamladı hərəkəti. Keçirik növbəti çəkiyə. Növbəti çəki olaraq yarışmacılar 20 kilo artıraraq artıq çəkini 60 kiloya çatdırdılar. Yenə CrossFit komandasından İsbər müəllim hərəkətə yanaşır. Stressləndim burada. Bəli, İsbər müəllim də 60 kilonu uğurla başa çatdırdı. Artıq Ömər müəllim ikinci yanaşmaya girir 60 kilo çəki ilə. Əla, çox rahat şəkildə tamamladı hərəkəti. Orduxan müəllim 3-cü çəki haqqında artıq 80 kiloqrama çatıb. Nə demək istəyirsiniz bu haqda? Bu haqda onu deyə bilərəm ki, heç inanmıram, amma görəcəyik. Bəli, görək Orduxan müəllim 80 kiloqram çəki ilə nə eləyəcək? Bəli, Orduxan müəllim çəki dərəcəsini qaldıra bilmədi. Artıq CrossFit komandası bu yarışı uduzmuş oldu. İndi isə fitness komandası yarışa girir. Əgər bu çəki dərəcəsini Ömər müəllim qaldırsa, bu hərəkətdə çempion fitness komandası olacaq. Əla. Super, Ömər müəllim 80 kiloqram çəkini qaldırdı. Bir qruşka. Həqiqətən möhtəşəmədir. Heç bir deyəcək bir söz yoxdur. Bəli, rəqib komandadan belə jestlər eşitdi. Alqışa layiq. Rəqibləri belə ona hayrandı. Yerə cüzlər olacaq. Cüzlərdə bir-birimizi dartıb yəni çölə çıxarmadı. Misal üçün ikimiz dururuq üzbəüz. Burada başlayırıq ki, xəttlərdən kim çölə çıxartdıdır. Bəli, artıq komandalar ikinci yarışa hazırdır və komandalardan soruşuruq ki, görək onlardan yarışa kim qatılacaq. Rəqibin professional güləşçidir, yəni sayğılar. Mənim rəqibim də professional judo ilə məşğul olub. İdman karyerasını bitirib, amma həqiqətən çox yaxşıdır. Amma udacağıma inanıram. İndi isə yarışın ikinci hissəsinə keçirik. Orduxan müəllim Rasim müəllimə qarşı görək buranın qalibi kim olacaq? Çox qızğın mübarizə gedir. Bəli, yarışın qalibi Orduxan müəllim, CrossFit komandası. İndi sözü veririk yarışın qalibi olan CrossFit komandasına. Köhnə güləşçi,
Köhnə Cüdayı və qələbə bizimdir. Bəli, ikinci yarışın qalibi CrossFit komandası. Üçüncü hərəkətimiz bench press-dir. Burada ağırlıqlardır. Ən çox maksimal çəkini qaldıran komanda udacaq. Artıq komandalar qərar verdilər. İlk çəki olaraq 80 kiloqram seçildi. Bəli, əsas güc meydandadır. Görək komandalar nə edirlər. Bəli, üçüncü hərəkətin ilk yanaşması İsper müəllim 80 kiloqramla bench altına girir. Karbohidratdan. Bəli, Rasim Hoca yanaşmaya girdi. Yaxşı. Qalanını da dedik saxlasın sabah göstərər. 100 kiloya qaldırdılar bench'i. Üçüncü hərəkətin ikinci yanaşması CrossFit komandasından Orduxan müəllim 100 kiloqram. Bəli, Orduxan müəllim 100 kiloqram çəkini uğurla yerinə yetirdi. İndi isə üçüncü hərəkətin ikinci yanaşmasına fitness komandasından Ömər müəllim. Nə var, nə yox, yaxşılıqdır. Ömər müəllim bəli çox rahatlıqla 100 kiloqramı qaldırdı. Hərəkətin üçüncü yanaşması 120 kiloqram. İlk olaraq CrossFit komandasından yenə Orduxan müəllim çəkini qaldırmağa çalışacaq. Orduxan müəllim artıq hərəkətə girdi. Əla, 120 kiloqram möhtəşəm Orduxan müəllim, əlasız. Üçüncü yanaşma fitness komandasından yenə də Ömər müəllim yaxınlaşıb bench'ə. Bəli, Ömər müəllim də 120 kiloqramı çox rahatlıqla qaldırdı. Görək bu çəkilər nə qədər yüksələcək. Bəli, Orduxan müəllim artıq çəkiyə yaxınlaşdı. Görək nə edəcək. Davay Orduxan müəllim. Orduxan müəllim hərəkətə giriş edir. Əla! Bravo Orduxan müəllim. 130 kiloqramın belini vurdu yerə. Bəli, Ömər müəllim bu hərəkətdə çox iddialı danışır. Görə 130 kiloqramın altından çıxa biləcək. Çox rahat, çox profesyonel. Artıq bench'in çəkisi ciddi dərəcədə artdı. 140 kiloqramın altına girəcək müəllimlərimiz. Bəli, CrossFit komandasından möhtəşəm müəllim Orduxan müəllim. Buyurun müəllim. Deməli, nəzərə alsaq ki, müəllimlər hər gün bench edir. Nəzərə alsaq ki, uzun müddətli məşq edirəm. Nəzərə alsaq ki, gecə yatmamışam, sabit yatmışam. Və mən üçün burada uduzmaq yoxdur. Yəni, nə qədər dirəksəm də Orduxan müəllim hal-hazırda 140 kiloqrama girir. Biriniz də burada durun da, hər ehtimala. Çox insafsız fitness müəllimlərimiz var. Dediyi sözlər məmiş sizə yox. kiloqram Orduxan müəllim. Bravo Orduxan müəllim. Əla. Qaldır, 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 qaldır. Bas, bas. Çox təəssüf ki, Orduxan müəllim çəkini qaldıra bilmədi, amma çox böyük əzm göstərdi. Buna görə Orduxan müəllimi alqışlamaq lazımdır. Fitness komandasından Ömər müəllim 140 kiloqrama girir. Bəli. Bəli, bəli. Ömər müəllim çətinliklə də olsa 140 kiloqramı qaldırdı. Üçüncü oyun bitdi, indi isə dördüncü oyuna keçəcəyik. Amma əvvəlcə görək Rəvan müəllim növbəti oyun haqqında nələr deyir. İndi fitness komandası qabaqda olduğuna görə, əgər bu yarışı da fitness komandası udsa, o bir oyuna zaten ehtiyac yoxdur. Əgər ki fitness udsa, crossfit udsa, bir dənə də final oyunu olacaq. Biz növbəti dördüncü hərəkətin izahını Rəvan müəllimdən soruşuruq. Bildiyiniz kimi 4 nəfərdir, indi isə necə olacaq? Bir nəfər misal üçün CrossFit komandasından alacaq çiyinlərinə fitnessi, fitnessi eyni qayda, rəqib komandanın birini götürəcək, yer bəlirləyəcək, ona tez gedib gələn qalib olur. Sonra isə yerlərimizi eyni qayda dəyişəcəklər, insanlar ki, əks istiqamətdə əks insanlar əks imkanlara götürəcək.
Bəli, indi komandaların seçimlərini öyrənirik. Görək ilk daşıyıcıları kimlərdir? Hiç taşıyıcı fitness'ten ben Galatasaray. Sizdə müəllim. Crossfitdən mən. Artıq komandalar hazırdılar. Səsdən sonra rəqiblərini götürüb o başaqda sırf qayda zamanı. Hazır? 3, 2, 1. İsfer müəllim çox möhtəşəm. Bəli, İsfer müəllim çox Gözümdə güvənli deyil. Yəni də qabaqda gəldi. Var təkim var. İndi yarışın ikinci hissəsinə keçirik. Rəqiblər yerlərini dəyişirlər. Əgər bu hissədə fitness komandası yarışı qalib tamamlasa, sonunda final oyunu olacaq. Adem abinin gəl qapıda. Təşkil müəllim. Hazır? 3, 2, 1. Oba! Benden. Bəli, yarış bitdi. Yarış qalibi CrossFit komandası. Sağ olun, təşəkkür edirik. Orxan müəllimə əla, əhsən. Həqiqətən biz çöl şəraitində bütün ağırlıqları qaldırarıq. Bunlar fitness hərəkətlərini qaldırırlar, amma biz çöl şəraitində bütün ağırlığı qaldırırıq. Məran əsas odur ki, sonda kim qalib gəlir. Milli saniyələr burada keçmir. Bura əsil, yarışda əsil parkdır. Artıq 4 yarış keçirmişik və hal-hazırda komandaların hesabı 2-2-dir və sonuncu 5-ci yarışa ehtiyac var. İndi isə Rəvan müəllim 5-ci yarışı tam olaraq bizə izah edir. Məncə bundan qabaqki hərəkətlərin hamısı tam ədalətli idi. Bəzi müəllimlər şahid eləsə də, yəni fitness, crossfit hərəkətlər də var. Bu finaldır. Turnik hərəkəti crossfitdə də var, fitnessdə də var. Amma turnik çəkmə deyil. Bu səfər sadəcə turnikdən tutub sallanacağıq. Bəli, sonuncu 5-ci hərəkətimiz məlumdur və məncə çox ədalətli bir hərəkət seçilib. Görək müəllimlər bu haqda nə düşünürlər? Rasim müəllim, buyurun. Bazı bir şey düşünmek istemiyorum. Ayağım kırılır ve hiç yaşlı. Yanlış değil mi? Sizdən ilk olaraq kim? İçme. İlk olaraq Rasim Hoca iştirak edəcək. CrossFit komandasında seçimini öyrənək. Ben. CrossFit komandasından da İsper müəllim ilk olaraq turnikdən sallaşacaqlar. Görək bu oyunun qalibi, bu yarışın qalibi kim olacaq? Hazır? Başladım. Ellerinizi bekleyin. Bakın. Güvenli eller sarartın. Sən güldürməyin. Kafamı düşündüm. Ben yaptım. Abi de göreyim. Crossfit pilotlar var. Meditasyon ediyorlar. Görsen yoga demek. Bəli, müəllimlərin ikisi də gözlərini yumublar. Nə düşündüklərini bilmirik, amma Tamam, bizdə olan nasıl görməmək görəcək. Müəllim çox güldürün, hər an yıxıla bilərsiniz. O zaman sen bunu son bir tane tarafa açıl. Artıq bir dəqiqəni tamamlamışıq. Vasfi vereceğim sana. Vasfi. Güldürmək də düşəcək. Tamam. Müəllimlər bura qədər çox yaxşı sözlər. Artıq 1 dəqiqə yarımı tamamlamaq üzrəyik. Ne kadar yansa aslında artık bir mahsul. Fırlanır da pasta müəllim. Bəli, bəli. 1 dəqiqə 39 saniyənin sonunda Rasim Ozanın əlləri buraxıldı. Özümdən Bəli, Allah. Süper müəllim. Mən özüm orada turnik vururdum ki, oyun kürək məşq işləyəcəm. Havaların hərəkət turnik olsun da. Yəni ki, belə yox. Yani ben size ne demiştim? İsteyecek çıksın Ömer Dolu. Rəvan müəllimin startı ilə yarışa başlayırıq. Hazır? Əgər crossfit tutsa, qalib crossfit komandasıdır. Əgər fitness tutsa, axırıncı final oyunu olacaq. Hazır? 3, 2, 1. Bəli, artıq komandalar başlayıblar. Mən elə içimdən bir his var ki, yine Orxan müəllim tutacaq burada. Yəni CrossFit komandasının öncə qalib gözləyir. Yavaş deyirəm ki, motivasiya edir. Artıq 30 saniyəni tamamladıq. Müəllimlər ikisi də çox motivasiyalı dururlar. Zorlanır. Mən inan ki, Orxan müəllim əlləri Zorlanır açılır da.
İnan ki barmaq ucları tərpənir, onu hiss edirəm. Zorlanır. Əla, Tərpənmir. super, möhtəşəm. Yalandan danışır psixologiya. Dur. Ben biliyorum. Bir dəqiqəyə yaxınlaşırıq. Müəllimlər hələ də tutublar. Arada turniklər əlimdə əksin. Bir dəqiqəni tamamladıq. Artıq 1 dəqiqə 10 saniyə hər iki. Təəssüf ki, Orduxan müəllim əllərimi buraxdı və bu yarışın ikinci hissəsinin qalibi fitness komandası oldu. Hal-hazırda yarış bərabərdir 1-1. Finala ehtiyacımız var. Və bəli, böyük final üçün komandalardan kimi iştirakçı olaraq seçdiklərini soruşaq. Fitness komandasına təbii ki, Ömər bəyim. Fitness komandasını gördüyünüz kimi İsmail müəllimi masaj elədiklərinə görə Mən bayaq 1 dəqiqə 50 saniyə dayandım. Qollarımla da doldu. Yəni inan ki, yenə də 3 dəqiqə dayanmaram orada. bəli, İsmail müəllim çox iddialı danışdı. Görək yarışın qalibi kim olacaq? Hər kəs öz gücünü meydanda göstərəcək. Bəli, böyük finalcı sözü verdik Rəva müəllimə. Bu 5-ci yarışdır. Artıq görürsünüz ki 4 oyun bərabərə getdi və 5-ci oyunda da yenə bildiyiniz kimi bərabərlikdir. Axırıncı son finaldır. Artıq burada kim olsa qalib həmənki komandadır. Biz baxıldırıq. 3, 2, 1, başladıq. Bırak, ortam elində artıq. Hər iki komandadan 2 iddialı iştirakçı arasında yarışır. Görək kim nə qədər dözəcək. Artıq 30 saniyə tamamlamışıq və hər iki iştirakçı səbirlə davam edir. Sondur. Buradan siz yanına oldu. Buradan Hər iki iştirakçı çox güclü görsənir. Crossfit fitness'e qarşı görək. Süper müəllim yuxarıda hoqqa verir. Axırda hoqqa olar inşallah. Görək. Artıq 1 dəqiqə 15 saniyə olur və çox səbirlə gözləyirlər. Süper müəllim arada tutik davırır. Yorulmuram, yorulmamışam. Yorulmayacam demək istəyir. Və çox təəssüf ki, İsmail müəllim hoqqanı sonra bilmədi və fitness komandası qalib oldu. Alqışlayış aldım. Alqışlayın ki, Danışqanla deyilsə, sonra fərqləyir. Yəni, artıq söz etmirəm. Təbii, düzdür. Heç bir yarışı olmasa da, mənim matematikasından məslək oldu. Belə. Bizim məşq oldu. yarışın hoca yarışda çox qatkı sağlaya bilməsə də, Əziz Hoca Ömər bəyin yanında durdu. Buna qədər də oldu və bugün burada fitness komandası qalib oldu. Bu kanalı izləməyə davam edin. Çox gözəl və maraqlı yarışlarımız olacaq. İzləmədə qalın. İzlən gücü